Lənkəranda qəzada piyada ölüb. Hadisə gecə saat 3 radələrində Lənkəran-Boradigah Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 22 yaşlı Elsəvər Məhərrəmov idarə etdiyi Mercedes markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən piyada 51 yaşlı Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Əliyar Qulamov hadisə yerində ölüb. Onu heç kimə bu dəqiqə onun hörməti ünvanında məsələn hamı onu yaxşı tanıyır. Onu özə müharibə əlillidir. Müharibədə iştirak edib. Necə fəxri fərmanla. İndi hadisə də olub. İndi evə gələndə yolda məsələn yolun qırağa gəldən maşın ya nəyisə olub, yolun uzadı itirib, nəyisə onu vurub. İndi hadisə də Rəhmətliyin 2 qızı, bir oğlu var. 2 qızı bir dəqiqə hal-hazırda məktəb oxuyur. Ali təhsillidir. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonları arası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. İlqar Mustafayev, Yusif Əliyev bugün informasiya proqramı üçün.